Əziz oxucularımız, sizi Unik Kitabxana İnformasiya Mərkəzinin 2 saylı kitabxanasından salamlayırıq. Bugün sizlərə ən çox oxunanlar, yeni və daha çox soruşulan kitablar rubrikasının davamı olaraq şöbəmizə daxil olan yeni nəşrlərlə bağlı növbəti videonu təqdim edirik. Bugünkü videoda əsasən iqtisadiyyat, idarəetmə, maliyyə və statistikaya aid kitablardan danışacağıq. İlk vəsaitimiz redaktoru Professor Qasımlı olan 2024-cü ildə nəşr olunan Halal İqtisadiyyat kitabıdır. Kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və sair kimi məsələlər ətraflı təhlil edilir. Bu istiqamətdə qarşıda dayanan vəzifələr göstərilir. İkinci nəşrimiz elmi redaktorları Professor Kəlbiyev və Dosen Seyfullayev olan Dairəvi İqtisadiyyat kitabı oxucularına ekosistemin mühafizəsinə və sosial məsuliyyətə fokuslanan dairəvi iqtisadiyyat barədə geniş məlumat əldə etməyə imkan yaradır. Bu məqsədlə kitabda dairəvi iqtisadiyyatın əsas anlayışları, nəzəri və tətbiqi tərəfləri şərh olunur, onun müxtəlif sənaye sahələrində necə reallaşdırılmasına, sosial və ekoloji təsirlərinə, həmçinin iqtisadi səmərəliliyi necə artırmasına dair müxtəlif uğurlu nümunələr təqdim olunur. Statistikaya aid danışacağımız iki kitab 2025-ci ildə Tias Press nəşriyyatında çap olunmuş tərcümə dərslikləridir. Müəllifləri Anderson, Sweeney, Williams və başqaları olan Biznes və İqtisadiyyat üçün Statistika kitabına Excel 2016 və GMP Student platformasında statistik təhlil üsulları və MindTypewriter platformasında isə statistik təhlil aparılması üçün proqram paketindən istifadə olunması üzrə təlimat daxil edilmişdir. Növbəti nəşr müəllifləri Casella və Berger olan Statistik nəticə çıxarma adlı kitabdır. Vəsaitdə ehtimal nəzəriyyəsi, çevrilmələr və riyazi gözləmələr, çoxsaylı təsadüfi dəyişənlər, nöqtəvi qiymətləndirmə, hipotez testi, varians və reqressiyanın analizi və sair bölmələrə dair mövzular verilmişdir. Maliyyəyə aid qeyd edəcəyimiz nəşr müəllifləri Birilli, Myers və Allen olan Korporativ maliyyə əsas prinsiplər adlı kitabdır. Bu vəsait korporativ maliyyənin nəzəriyyə və təcrübəsindən bəhs edir. Yaxşı menecer olmağın əsas yolunun maliyyə nəzəriyyəsinin dərindən öyrənilməsindən asılı olduğu vurğulanan kitabda dəyər, risk, maliyyə qərarları və bazar səmərəliliyi, riskin idarə edilməsi, birləşmələr, korporativ nəzarət, idarəetmə və digər məsələlərə aid hissələr toplanmışdır. 6-cı kitab müəllifləri Perloff və Brander olan İqtisadi İdarəetmə və Strategiya adlı tərcümə vəsaitidir. Kitabda tələb və təklif, istehsal, məsrəflər, firmanın təşkili və bazar strukturu, inhisar, oligopoliya və inhisarçı rəqabət, oyun nəzəriyyəsi və biznes strategiyası, dövlət və biznes, qlobal biznes və digər başlıqlı fəsillər yer almışdır. Sonuncu təqdim edəcəyimiz Keyfiyyətin İdarə edilməsi və Nəzarət kitabının müəllifləri Aslanov və Seydəliyevdir. Kitabda bakalavr pilləsində təhsil alan tələbələrə keyfiyyətin idarə edilməsi və nəzarət sahəsində zəruri baza bilikləri təqdim edilir. Burada onlara keyfiyyətin idarə edilməsi, keyfiyyəti nəzarət problemlərini anlamaq üçün lazım olan analitik bacarıqlar, vərdişlər aşılanır. Əziz oxucularımız, diqqətinizi çatdırılan kitablardan faydalanmaq üçün kitabxanamızın bütün şöbələrinə yaxınlaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.